Hörmətli valideynlər, əziz qonaqlar, sizin hamınızı Binqa Bonqa Uşaq Əyləncə Mərkəzində xoş gördük. Gözəl Bakımızda böyük şənlik var. Nəğməli, yarışlı, qalmaqallıdır. Qaş kimi açmış bu uşaqlar. Sığırla bu şənliyin nə qədər hal-əhvallıdır. Burada bu şənlikdə hər oğlan, hər qız Allah qoysa böyüyüb, biricik, bir el olacaq. Onların nəsibi həyatdır yalnız. Onların ilk dərsi hünər olacaq. Hər biri biricik, bir el olacaq. Gəl bağlarım, öpək sizi biz. Bir duman görməsin xoş sifətiniz. Var olsun qəlbiniz, məhəbbətiniz. Bir duman görməsin bu xoş çöhrəniz. Özünüzü almışladır və bir də sənə buyurum. Binqa Bonqa Uşaq Əyləncə Mərkəzinin adından, bizim kollektivimiz adından mən təşəkkürümü bildirirəm ki, Elit Ticarət və Əyləncə Mərkəzinin prezidenti Əli bəyin rəhbərliyi ilə keçirilən bu tədbir məhz bizə həvalə olunub və bizdə burada keçirilir. Biz çox şadıq. Çox şadıq ki, Azərbaycanın hər bir köşəsindən olan uşaqların burada iştirakı bir daha bizi daha da şənləndirir, daha da rövlələndirir. İndi mən sözü vermək istəyirəm. Həftə İşçi qəzetinin ötürüsü təqdim edəcəm. Ümumiyyətlə sizin bura yığışmağınızın səbəbkarı, gəlmə görün xanımız, gəlmə görün. Sizin bura yığışmağınızın səbəbkarına sözü vermək istəyirəm. Özünü təqdim edəcək. Buyurun xanım. Salam əziz uşaqlar, hamınızı salam eləmək istəyirəm. Mən adım Müsaadədir, Həftə İşçi qəzetində işləyirəm. Yəni bu Zəkalı Uşaqlar rubrikasının aparıcısıyam. Yəqin birisi də bu libara nəyə görə yarışmışam? Peki, bilmirəm. Bilirsiniz xala? Birkaçdan deyin görə. Mən əvvəlcə istəyərdim ki, uşaqlar, bu Həftə İşçi qəzetindən başqa, yəni eyni zamanda bu tədbirin təşkilatçılarını, maliyyələşmə, Elit Ticarət və Əyləncə Mərkəzinin rəhbərliyini gəlin bir dənə möhkəm alqışlayaq. Uşaqlar, Elit Ticarət və Əyləncə Mərkəzinin prezidenti Əli Etsin sizlərə bir sual müraciət eləmişdir. Azərbaycanın lideri olaraq kimi görürsünüz və nə üçün? Demək olar ki, hamınız eyni cavab vermişdir. Sadəcə olaraq o nə üçün var ki, orada biraz ətraflı şərhlənmişdir və çox bir-birindən maraqlıydı. Şəxsən mənim üçün çox maraqlıydı. Eyni zamanda Əli bəy çox xoşuna gəldi sizin cavablarınız. Ona görə də heç birinizi seçməmək şərtindən hamınızı dəvət elədi. Yəni, gördüyünüz kimi. Əvvəlcə mən istəyirəm ki, bu sizin gəlişinizlə bağlı sizi salamlasın. Çox təəssüf ki, Əli bəy özü burada yoxlayıb. Yəni, onun evdə xaricdə qonaqlar gəldi. Amma Elit Ticarət və Əyləncə Mərkəzinin vitse-prezidenti İlqar müəllim buradadır. İlqar Həsənov. Onu dəvət edirik, zəhmət olmasın. Alqışladım. Hörmətli valideynlər, əziz uşaqlar, əziz balalar, hamınız xoş gəlmişsiniz bu Elit Əyləncə və Ticarət Mərkəzinə. Yəqin ki, elələriniz var ki, artıq burada olmuşsunuz, elələriniz var ki, birinci dəfə də gəlmişsiniz. Mən doğrudan da bugün çox şadam ki, bizim gələcəyimiz, bizim gələcəkdə bizi təmsil edən belə gözəl balalar var. Və bu gözəl balalar doğrudan da bu müsabiqənin qalibləridirlər. Ona görə də biz bu müsabiqənin qaliblərini seçmədik və bu cavablara, bu cür belə dahi cavablara görə bunların hamısını bugün buraya yığdıq. Və öz təşəkkürümüzü bildiririk. Burada bütün yığılan bu uşaqların valideynlərinə ki, belə bilikli, belə gələcəyi olan, belə gözəl uşaqlar yetişdirmişsiniz. Sağ olun. Uşaqlar, bu rubrikanın eyni zamanda mahiyyəti ondan ibarətdir ki, yəni sizin dərslərinizi oxumanızı həvəsləndirsin, yəni bir növ bu xarakteri daşıyır. Mən əminəm ki, uğurlu olacaq, çünki ilk qonağıdır, yəni Əli bəy Etsin. Bundan sonra daha yenidən qonaqlarımız olacaqdır. Mən sizin hamınızı cavablarını gözləyirəm. Amma bilirsiniz, Həftə İşçi qəzetinin şənbə nömrəsini almaq lazımdır buna görə. Hər şənbə nömrəmizdə yeni bir qonaq olur. Suallarınızı da bu dəfə olduğu qaydada ya məktub şəklində redaksiyamıza göndərirsiniz, ya da ki zəng quraraq fikrinizi bildirirsiniz.
Bence hediyeler təqdim etməyə vaxt gəlib çatdı. Çox danışmıyorum, olsun uşaqlarımız bayram buralarda. Ona görə də yenidən mən İlber müəllim Zəhmət olmasına dəvət edirəm sizi. Mən uşaqlarımı deyəcəm, yəni sizdə hədiyələr. Beləliklə, buyursun bura zəhmət olmazsa, Həsənov Əfqan 6-cı sinif şagirdi. Uşaqlar alqışlayın zəhmət olmazsa. Təbrik edir Əfqan. Əliyeva Elnarə. Nərmin Bayramlı. Şunu alqışla zəhmət olmaz davamlı olsun. Hacı Babayeva Gülnar. Məsimova Gülpəri. Gülpəri onu deyim ki, ötən nömrəmizdə də qalib olmuşdu. Yani çok istedadlı kızdı, aşırı tezgah başladı. Sen de yorgan düşeydi saldırır. İbrahim Okçala. Alkışlıyım şoförlerin babası öz bedeninin bağlantısı. İbrahim Okçala. Abbasov Hacıbala. Üçüncü sınıfta okuyor Hacıbala. Söz verip ki böyüyecek, yani boy balacaktı. Allah verdi yola Türkane. Tebrik ederim. Sultanlova Aysel. Alkışlayın, alkışlayın. Yani Nadirova Türkan. Üçüncü sınıf şagirdi Mehmetova Nuray. Nuray'ı çok sevdirir. Ben eminim ki hamınız çok sevdirsiniz. Çünkü 50 belgeyle karara geldi ki hiçbir kesi yani el boş yola salmasın. Düzdür, 3 baş mükafatımız var. Ama yani hiç de bizler o bilen ilerisine geri kalmıyor. Evde açıp göreceksiniz. Burada açmıyorlar. Evde açıp sürpriz olsun. Ben de hiç kimse vermeyeyim. Mamamıza vermeyeyim. Solda kimde kalmıştı? Nuray'ydı. Hüseyinli Sevda. Tebrik edeyim Sevda. Fevzeliyeva, yok, dezinfezleri koymak yok, gelmedi. Gel. Əlümbətova Bahar. Hüseyinli Təxminə. Balaqədirova Vüsalə. Sen tapmaca diyerek taparsın sen de bir şey. Hüseyin'in tehlikeli. Balaqədirova Vüsalə. Aldı hədiyəsi. Balaqədirova Vüsalə. Ayşat Səfərəliyev. Yedinci sınıfta okuyor, yani yukarı sınıfta. Abdullah Eva Sevinç. Üçüncü sınıf şarkıda. Şu an resim yorumcusu yapmıştım hatta. Evet, sevgili Sevinç. Halilova Halide. Elfibot Resul. Baba Ebrauf. Eliyeva Vefa. Musa Elzade.
Təbrik edirik. Yaxşıyeva Nigar. Mən əminəm ki, özü yaxşı qızdır. Yəqin ki. Təbrik edirik. Bağdurov Musa. Dövlət İsmi şahidi. Suamberdiyeva Ayten. Əli Ümbertov Balada. Dövlət İsmi şahidi. Təbrik edirik. Əliyeva Əsmət. Təbrik edirik. Cəmilə Kərimova. İkinci sinif şagirdi bu. Cəmilə təbrik edirik səndən. Nadirova Türkan. Eləmə, başlayın orada sən. Əlizadə Aycamal xanım. Qəşəng yapıyorum özü. Kamil Şamiloğlu. Bu uşaq başı məktəbə getmiyor ama çok bilmişdi. O öyle gözü çıkmıyor ama çok bilmişdi. Hüseyin Nur Sahib. Təbrik ederiz Sahib. Hiç gördüğünüz bir şagird boşanır. Yok olacak. Əsgərli Güney. Təbrik edirik sən Güney. Məmmədova Körür, 3-cü sinif şagirdi. Fatimə Hüseynova, 3-cü sinif şagirdi. Səlimova Hədiqə. Zəhra Səmiyeva. Yox, Zəhra. Məmmədova İlahə. Əli Ümbertov Fərid. Əlimurad Nuri. Maşallah, bu deyəsən sütdən zəifdir. Qaraşov Nadir, 3-cü sinif. Rəhimova Leyla. İkinci sinif şagirdi bu. Kərimov Cavidan. Cavidan Kərimov kimdir? Alkışlayın da şahla. Niye alkışlamadın? Cavidan ders paylaşsızdı. Onun cevabı da çok yaşayınlıydı. Təbrik edirik Cavidan. Məmmədov Elvin. Təbrik edirik. Rəhimova Leylan. Almayan kim var? Almayan var. Abi de gözükmüyor. Bir de tek baş bizlerimiz var. Üzülse. Onlar da kendi takviminde sonra yerine kim kalsın belli olacak. Baş bizlerimizdi bunlar. O getirsinler. Yani bunlar mezara alınırdı. Düzü burada orta yaş şəklində var. Onu balaca balamız qaçıb gəlmişdi. O harda da balaca balamız? Ona hədiyyə şəxsən bizdən. Ana balaca balamız. Səninlə. Tez gəl bura görək. Sən də əziyyət çəkmirsən, bura gəlmirsən, hədiyyə istəyirsən. Gəl bura görək. Sən adın nədir? Adımı yaxşı desən sənə hədiyyə Adın verəcəm. sənin? Hənə, Söyləmə. Familiyan nədir? adı Familiyan. Xəqən güclü. Agamcı.
Çok sağ olun. Biraz da artık deseydin Sadarkan biraz da büyük olardı. Neyse tebrik ediyorum. Dile çok sağ olun. O gün olsun bundan da büyük hediyeler alasın. Kaç gün var? Koy kaç gün var? Çok sağ olun. Teşekkür ediyorum. Deməli, baş mükafatlar təqdim edildi. Yəni, qeyd etdiyim kimi, burada 3 baş mükafat nəzərdə tutuldu. Yəni, burada orta yaş həddi də var, lap aşağı yaş həddi də var, eyni zamanda biraz yuxarıda. Yəni, bu yaş həddini nəzərə almışıq, yəni onun səviyyəsinin, cavabın səviyyəsinə görə, yəni ona qiymətləndiririk. Baş mükafatlar təqdim olunur Aysel Əlimova. Şu an almışlar. Tebrik edirik. Bir de havalarımız var. Götüm alıştık. Növbəti baş mükafat təqdim olunur Cəfərova Günel. Və sonuncu, ən balacamız, heç məktəbə də getmir, Aygül Məmmədova. Alıştırdı. Yarısı dedi çok balaca kız. Yavrum kömeğiniyim sana gidelim. Tebrik edildik biz de. Kuşluyum mu? Uşaqlar, gəlin bir dənə gürultu da almışlar, hədiyyəni təşkil edən Yeni Ticarət və Əyləncə Mərkəzi təsəvvür. Eyni zamanda İlqar Mərkəzi, gəlinizin təqdirlərinə görə çox sağ olun. Beləliklə, rəsmi istəmiz sona yetdi. Yəni, İradə xanım indi sizi dərsə dəvət edəcək, yeməklə yiyəcək, özü doyunca, sonra əyləncəkdə, o necəkdə. Yəni, uşaq burada özü sərbəst istəyir, sərbəst olmazsa. Yəni, kimi həcəyə mali olmasını hədiyyələrinizi valideynlərinizə verəsiniz. Hediyelerinizi bir kere valideynlerinize verəsiniz. Narahat olmayın. Verin hediyelerinizi gayrı yerinize. Yok, özünüzde saklayanda indi yemek gelende maniçilik töredilir. Aziz balalar, keçin yerinize zəhmət olmasın. Mən bir daha Müsarə xanımın dediyini yada salmaq istəyirəm. Yadınızda saxlayın ki, hər şənbə, həftə içi qəzetində, yenə bu rubrikada, yenə müxtəlif suallar çıxacaq. Bunu mən belə başa düşdüm. Və bu sualı bizim Respublikamızın görkəmli xadirləri, Əli bəy kimi şəxsiyyətləri, iş adamları sizə müxtəlif suallar verəcəklər. Və yenə o sualların öhdəsindən müvəffəqiyyətlə gələn uşaqlar çok büyük ihtimal var ki yine bura dəvət olunacaqlar. Burada oturan bütün uşaqlara mən o günü arzu edirəm. Burada oturan bütün valideynlərə deyirəm, gözünüz aydın olsun. Uşaqlarınızın ən balaca müvəffəqiyyəti ələlik bu olsun. Ondan da büyük müvəffəqiyyətlərə layiq olsunlar. Sizə yine deyirəm, öz kollektivimiz adına büyük müvəffəqiyyətlər arzu edirəm. Və sizə bu saat xoş və mənalı istirahət arzu edirəm. Yine deyirəm, hörmətli valideynlər, gözünüz aydın olsun. Rahat, yavaş çörək.
Şirin
istəyirəm səndən bir imkan vermə ömrümə qayıtdır. Gecənin bu çağında, sən isti otağında nəğmə deyirəm mən sənə bu həyətdə. Səhərəcən pəncərədən baxan mənəm mən, səhərəcən dumanını oxuyan mənəm. Səhəri gözlərimlə açan mənəm mən, dəniz rəngli gözlərində batan mənəm mən. Dəniz rəngli gözlərində batan mənəm mən. Səhərəcən pəncərədə baxan mənəm mən, səhərəcən dumanını oxuyan mənəm. Səhəri gözlərimlə açan mənəm mən.
kolay olmaz. Sanmalı görünmezler yanımda. Bir sorundan çıkar ketinden bakmaz. Şor gözlü de olar onun canımda. Biraz çirkin olsa biraz mülayim. Ben adam diye maziyetini. Kefim olmayalı yüzden eyleyim. Dillerden gülerek tutacak biri. Şile başıma bir bela olup başıma gelmeye çalışanıyor. Şile başıma bir bela olup neyleyim özüme yaraşanı yok. Şile başıma bir bela olup başıma gelmeye çalışanıyor. Şile başıma bir bela olup neyleyim özüme yaraşanı yok. Şile, 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 Şile
bayramlar özüyle gülüş getirir. Heyif ki bir ilde çok az da olar. Düzdür mü? Bir ilde çok az da. Güzel hemayilde seyrek düzülmüş en parlak inciler almaz bunlar. Görün şair bayramı hürre, inciye, almaza benzer. Çünkü bayramda insanlar şenlenirler, sevinirler. Ben eləyirəm bu sevinç almazdan da, brilyantdan da, dürden de, inciden de daha inci, daha güzel. Düzdür yoldaşlar. Ona göre şair bunu benzedir ki, almazdan da, inciden de parlaktır, güzeldir bayramlar. Herçənd ki bir ilde ne az da olmaz. Alkışladık bayramlar. Çünkü bayrama göre buraya geçmişiz. Bugün sizin bayramınızdır. Ve bugün burada çıkan her bir konak elinden gelen her bir işi yiyecek ki bugün siz ömürlük yadınızda saklayasınız. Ve bu bizim ahırıncı yok, ahırıncı görüşümüz olsun. Bir daha yeni naletlerimizle defalarca sizi burada görüşmek eşkiyle, yani sizi görmek eşkiyle ben ümidi yaşıyorum. Ve növbəti konağımızı sizi görmek eşkiyle bura buyuran güzel bir müğenni Eldar Savaş'ı bura davet ederim. Hep sevirsiniz. Eldar Savaş. Alkışlarınızı işitsinler. Tamam, çok sağ olun. Rap isteyen var. Sensiz karışır beni bu yüreğim. Kalır yollarda beni
Ты не торопись, обдумай все за слово. Нет, не забудь, как всегда. И знай, что добьюсь, все равно я тебя. Не спрячешься ты никуда от меня. Подойдешь поближе, обниму я тебя. Я буду с тобой с утра до утра. И назови меня, не делай тебе. Ты будешь моей, я сказала ты. Тебя не обижу, поверь никогда. Теперь ты со мной будешь навсегда. Теперь ты со мной буду всегда. И так уже буду крепко любить. Что ты молчишь, да скорее ответ. Ты говоришь, а не скажешь мне. Неужто меня ты не любишь совсем? Ты не торопись, обдумай все за слово. Нет, не забудь, как всегда. И знай, что добьюсь, все равно я всегда. Не спрячешься ты никуда от меня. Подойдешь поближе, обниму я тебя. Спасибо большое всем, кто сегодня здесь, всем, кто танцевал. С праздником вас еще раз. Yemeğinizi sarılır yoksa buna göre siz galip çıktığınıza göre en büyük İradə Hanım size arxayındır, size inanır. Burada tesadüf de ya da şans olabilir. Ama yine ben siz bir özüm oyuna dəvət edirəm. Deməli ben bir mikrofonu size uzatacağım ve misal şunu diyeceğim. Bir ben şiir, o uşaq olsa bir ben şiir deməlidir. Diyeceğim şəhər adı, diyeceğim uşaq adı, diyeceğim ərzaq adı, diyeceğim maşın adı. Başa düşürsünüz, mənim hər sualıma tez cavab verməlisiniz. Kim bir balaca çox fikirləşsə, o oyundan mürəkkəz olub çıxıb gelir. Razısınız. Ona görə bir balaca xahiş edirəm, ağlınızı, zehninizi, bir balaca bilginizi, qüvvənizi. Burada səfərbərlik lazım, başqa heç nə. Sinəklik və səfərbərlik. Mən sizi tələsdirməyəcəm. Deməli başladı. Xahiş edirəm, kim uduzsa o keçib yerində otursun ki, bizi şaşdırmaz. Mikrofonumuz yenidir, çok uzaklaşsın, biraz bana yakın gelin. Mehriban diyemem. Valideyimden sonra beni dövmesi, görsünler ki ben neye verir, hiç hepsi mecbur edemem. Demeye başladı, bir kız adı. Oğlan adı. Biraz geç, oğlan adıyla adı şiir, geç otur. O demek değil, bilmiyor, bilir. Ama bu çok sade bir soru. Şehir adı. Belki. Bir ben şiir. Görürsən, vaxt verirəm, bir ben şiiri yeri qatlamaz. Yəni, dərsə gedən bir uşaq, onu da bilmirik. Mən bunu qəsdən sizinlə keçirdirəm ki, biraz siren durun. Keç otur mənim balam. Hərçənd ki, mən onları bağışlaya da bilərəm, çünki bu birdən bir, amma yenə də. Hər bir çox oyunlar ona görə deməli verir. Tərəvəz adı. Pavidor. Meyvə. Alma. Bir ben şiiri. Müqəddəs adətlər ucaldır məni, mən onun eşqiyle yaşayan gerek babam karşılar nice düşməni. Bir elinde kılıç, birinde çörek dolansın, koy sesi çölü çömeni kadını. Çok sağ ol, mama anladım. Bu bir daha seferber olun, bir balaca ağlınızı seferber olun, bu sefer soğuk edilir. Seferber olun, şahit adı. Sənət Vurğun. Yazıcı. Geç xahiş edirəm. Mən özüm deyirəm, tez geçsinlər, adamın biraz olsun, söyləsin də. Həm şu şəxs olmaz ki.
Meyvanı. Armut. Kitab. En az. Okuma. Oku kitabı. Yaxşı, sən üçün keçirəm. Oxumaq yox, oxu kitabı. Meyvə. Alma. Müəllimənin adı. Şahbaz. Doğrudan mən necə belə bəlkə Şahnaz söylüyor. Şahnaz deyil. Şahnaz bəli. Ben ne diyeyim? Alkışlar Şahnaz müəllimi. Müəllimənin yanında mən işin deyə bilmərəm. Bir nağıl. Biri var idi, biri yok idi. Bir tıktıkla kanun var idi. Tırtı xanım kimdən inciyir? Bəlkə çox olmayır. Sıçanlar. Sıçanlar. Türküden. Yox, yox, ən axırıncı kimdən inciyir? Sıçanlar. Əla, nə yaxşı durursunuz? Əla. Bir balaca belə yanım. Okuduğum axırıncı kitablardan biri. Oku. Oxu nə oldu? Düz deyil, ancaq oxunu oxuyursunuz. Başqa kitab oxumursunuz. Siz ümumiyyətlə bədii qiraətlə məşğul olursunuz. Deməli belə. Məzəli əhvalatı. Biri var idi, biri yok idi. Şəmsli bir Məhəmməd Həsən kişi var idi. Bəlkə məzəli əhvalat deyirəm. Başınıza məzəli əhvalatlar gələ bilər. Bəli. Gələ bilər. Biri var idi, o nağıldır. O nağıldır. Keç otur. Yaxın gəlin bir balaca, yaxın gəlin. Ev əşyası. Gizli. Əla. Papağan adı. Ramiz. Yazıcı adı. Şair. Şair, keç otur mən. Mən tezdim, yazıcı adı şair. Əla. Mısırda indi aləm qarışıq bir-birə yazıcı, şair yazıcı. Hamı yazardı. Biz də yazarıq. Bir dənə şiir. Müəllim, ey hörmətli müəllim, hər könüllü yerim var, hər kənddə, hər şəhərdə sənin meyvələrin var, əkdiyin ağacların, gülü, çiçəyi solar, sənin qədər dünyada varlı baxar tapılmaz. 7'den 8. Çok fikirleşiyorum. Görürsen güzel ürgeldik. Bu saat ben yıldan ayrılsa ben onu yerim. Ben aldım. Geç otur benim balam. Otur benim balam. Yakın gelin, biraz bana yakın gelin. Biraz bana yakın, tez. Ay sağ ol, ay sağ ol. Şəhər adı. Bakır. Azərbaycan rayonlarından biri. Geç otur, ben görürsen Azerbaycan rayonlarında mesela tez kısa olsun. Seni kömür. Değil mi? Azerbaycan rayonlarında. Bıçak. Ucaldan sana. Yeri. Salam verdik. Salam verdik. Meyve adı. Alman. Şəhər adı. Moskva. Bir nağıl. Biri var idi, biri yok idi. Bir koca əkinci var idi. O tarladan Kısaca nədən bəhs edir? zəhmət, ağıl, bir də Halal olsun. Sen Zeyno'yu görsen her yerde bayakta fikirlerim. Sen gelende o hediyeni alanda da iyilik geldin aldın. Adın mı olsun? əlimə də bala. Yaşı siz çok imtihanı çekilmezse bir iki tane takmaca diyeceğim. Görüm yine. Görüm yine aranızda. Hoşluyorsunuz mu? Yaman almışsınız ha. Doğru hoşluyorsunuz. Evet, zevklerden başlayalım. Var sinimde iki toyuk. Biri isti, biri soyuk. Göstersem o saat ne diyorsun? Ben göstermiyorum. Qış gün. Kış günü yok. Kış günü nedir? İsti soyuk. Var sinimde iki toyuk. Biri isti, biri soyuk. Göğüne. Göğüne yayılmış. Güneşle ay ve gün. Akşam səhvim okudu, səhər artıq yox idi. O yağışdan sonra geldi, uzanıp göydə dincəldi. Ne əlas. Aldım bir dənə açdım min dənə. Oyama, sakal düz salına dağa başladım. Keçi, arz, halalar ay halalar, dağda quşlar balalar. Quşlardan hansı quşdur? Yumurtasız balalar. Ne? Yanında olmuşsun ha, görmüşsün. Orada kökün balalar gelmiş değil mi? Kuşlardan hansı kuşdur? Yaxşı, siz fikirləşin. Mən növbətiyə keçirəm, amma siz sənə fikirləşin, yaxşı? Yüzdü, mindi sayı yox, zəhmət geçdi tayı yox, yuvası hər qarışda. Adı isə... Ona mən də deyərəm də, qarışda deyəbildim qarışda. Siz çətinlərdən biraz yapışın. Bir unum var, al bax. Ne yoğurmaq olur, ne yapmaq. Pambıq. Yumurta. Sağ ol oğlum, sağ ol oğlum. Hə, yenə. Bayaq dediyimi fikirləşin ha, onu ben size çok diyeceğim. Bayaq dediyimi fikirləşin. Halalar, halalar. Ne? Yok, değil, teslim olursunuz. Yardımda saklayın, yarasa. Bunu yardımda belki de diye de bilmezsiniz, birinci bu yarasa. Yaşlı, deməli yine yardımda salın. Denizde bir ev gördüm. Bu uşaqlar üçün namus verir.
Beyinde 100'dən artıq tapmaca var. Nasıl sizə tez var, onu gördüm. Hə, birin sən demək. Sen indiki tələbələrə oxşuyursan, sən hələ şeylə. Şeyliyə dərs danışılır, şeyliyə toyluqdurlar. Sən indiki zamana oxşuyursan, hava olursun. Bəlkə sizin mənə deməyə sözünüz var, bəlkə bir imkan düşürsün sizin əlinizə. Bəlkə nəsə siz vermək istəyirsiniz. Elə bir şey, buyur. Bu necə acıdır? Payı şirindir, dili acıdır. Payı şirindir, dili acıdır. Bu necə acıdır orada? Hə? Amma belə olur da. Ay, görürsən, danışır. Payı şirindir, dili acıdır. Tapı görə deyilsən. Ne? Tapacaq. Papagay. Dəsin. Arı. Arı. Ulan ben tapacağım. Əzizin bir anası, hərənin var maması. Quşlardan hansı quşdur? Min bala, bir anası. Deyəndə yadıma düşüyor uşaq. O hansı, quşlardan hansı quşdur? 1000 dənə balası var. Siz böyüksünüz, mən sizə kömək eləyə bilərimiz. Arı, bak belə şeylər yapmasın. Bir atım var sənədə bağlamışam dərdə, gecə gündüz yox edir yerində digərində. Sən mənim belə teləyimə bax, bir tapmaqda mən belərimə tapa bilmirəm. Saat. Saat, əla. Bir ağacım var, 12 budaq, hər budaqda 30 yaş. O nə var bilmək, bir ildir, aylardır, hə? İldir, aylardır. Evimizdən 4 gəlin var, 4'ü də bir boy buxunda. Bax siz, mən bəxtçilikdən danışmadım. Evimizdə 4 gəlin var, daha mən deməsin mən. Divar. Bəxt ailəm, sən nə danış? Divar, sən var. Mən heç onun arxasında qulaq asma, bir evdəki 4 gəlin var. Kim deyəcəkdi? Bu saat kimsə mədir, 50 olur. Bizim evdə bir kişi var, qorxur yatışır. Amma qonşumuzda Məhəmməd Hüseyin kişi var, elə bildim az qala onun deyil, qorultusu ayrı. Buradan qorul deyəndə buradan. Səndə də pişiymiş. Deyirsən, bir o kişilər bığı var, bir pişiyin də bığı var. Ona görə valla nə fərq var, hə? Əla. Deməli, siz deyəsən, mən çox imtihana çəkdim. Bəlkə oynamaq istəyirsiniz, yoxsa necə? İstəyirəm sizlə, bilirsiniz, bugün bayramdır. Çox danışmağın yeri deyil. Mən istəyirəm, hər hansı bir oyunu biz keçirəndə musiqi ilə əlaqəli olsun. Aranızda hər hansı bir müğənnəni çox sevən, onun mahnısını əzbər bilən, onun oyununu göstərmək istəyən, təqlid eləmək istəyən uşaq varsa, gəlsin mənim yanıma. Hamı yox, yalandan yox. Sən kimi təqlid edə bilərsən? Rapçi istəyirəm. Nə kimi? Oxuya bilərsən onun kimi hər hansı bir mahnısını. Bu bir, gəldi bura. Daha kim var? Kim? Eşit olur. Nə? Polat Bülbül olur, Polat Bülbül olur. Sən Polat Bülbül ol, sən axı qız uşaqsın. Sən gedib qız müğənnilərdən kimi? Bir oyun keçirdəcək, kimi? Aygün Kasımova. Allah, keçdim burayı. Gəlin siz mənim yanıma. Daha kim növbəti? Aygün Ünbətova. Görək o bizdə olacaqsa, daha kim deyə bilərsən Aygünlə başqa? Yaxşı, keç olur. Ədaləti təqlid eləmək istəyən bəlkə var, ədaləti mahnıları bilmirsin. Mən bildim. Kullanmır. Bilirsən? Hansı mahnı? Aydız kesməmiz. Peki oğlu mahnıları oldu, onu biləcəksən. Adam utanacaq. Bak, uşaq bir üstüdə deyil, adam utanır. Utanmaq lazım deyil. Olar bak, bir də bura gəlməyəcəksən. Deyirsən, ayama, gələmə utanmayaydım. Gəl bura görüm mənə bax. Mən biraz pis edib gəlmişsin. O mənə deyim, indi imkan düşün. Sən hiss edirəm, səndə nəsə var. Kimi təqlid edə bilərsən? Tam nəzarəti biliyorum. Əla, sən gəl bura. Gəl bura mənə bağlam, siz yanım burada. Sən gəl bura mənə bura. 1, 2, 3, 4, sən kimi mən? Sən dedin də, Dəryat, yandım burada. Qızlar, siz kimi? Qız müğənnilərdə niyə bana anlatma olar? Kimi? Akşam Fatih'in baxa bu bizdə var ya yoxdur. Daha kimi təqlid edə bilərsən bizim müğənnilərdə? Aygün Kasımova. Sən də Aygün Kasımova, işdən olmaz axı. Sən başqa bir müğənni. Hə, sən. Gəl bura görək nəyiniz var. Deməli belə. 1, 2, 3, 4, 5, 6. Yoxdur bu. İndi siz hamınız keçin yerinizə, narahat olmayın. Hesab edin, belə təsəvvür edin ki, bu müğənnilər sizə qonaq gəlir. Sizə də bir xahişim olacaq. Siz gərək stullar getirsiniz, hərəniz özünüz. Onlar yaxşı. Hərə sual verməyə imkanınız var. Hansı sual istəyirsiniz, var deyilmə, sizə də ayrı. Mikrofon uzağa getirir, utanmaqdan keçib. Yaxınlaşıb ciddi surətdə Aygün Kasımovaya.
arasının birçok ulduzları, harici estradanda ulduzları bize konak gelirler. Sizin onları görme imkanınız bugün var. Suallar hazırlayıp boş boşuna oturmayın. Bugün sizin bayramınızdır. Suallar da sizindir. Hansı müfenniye, hansı sual istəyirsiniz, verə bilərsiniz. Gəlin əvvəlcə ilk qonağımızla tanışmalım. Xahiş edirəm uşaqlar, unutmayın. Mən oyunu şərti dedim. Bir de görsən deyirəm adı nədir, deyir Gülnar. Sən artıq Aygün Kazımovasın, vəssalam. Sən Aygün Kazımovasın. Aygün xanım, hoş geldiniz. Cavab yok. Hoş geldin. Yok yok, utanmayın. Utanmayın. Özünüzün növbəti müvəffəqiyyətlərə hazırlayın. Biraz dilli dilavər olun. Həmişə siz gələsiniz. Biz sizi verişinizə görməyə çox şadıq. Çok sağ olun. Aygün xanım, birinci sualı mən verim. Geçiz tanımazsınız. Sonra onlar da ürəkləri sizə sual versinlər. Siz günü gündən gözəlləşirsiniz. Bunun səbəbi axı nədir? Həmişə gülürsünüz. Bir ciddi xahiş edirik. Bunun səbəbi nədir? Günü gündən gözəlləşirsiniz. En aslında cevabı ne? Yine bu sisteme gösteriyor. Buyurun buyurun son kaldı. Yaxşı, bir sual sizin üçün biraz şey olur. Yaxşı, yaxşı. Ən çox sevdiyiniz mahnı repertuarınızda hansıdır? Sevdim. Ansı? Sev. Sevdim. Sevgi. Eyvallah. Buyurun, öğrenlerden ulduz yoldaşlarımıza göre ne suallar var? Buyurun hanım. Ne sualınız var Aygün Hanım? Siz Aygün Hanım'ı görseydiniz, ben buna sual vermezdiniz. Sizin sualınız var mı? Görmeyelim. Olabilmez olur. Belki ona bir düet meykanı okuyacaksınız, kalk gelecek, bir sual verin. Buyur. Utanmıyor. Bir aklınca ağzıma bunu yapıyorsun. Buyur. Sizin saçınız niye günden güne değişiyor? Eyvallah. Günde bir renk koyuyor, en çok. Düz tamam mı? Aygün Hanım, siz anlayın. Görün size değil mi? Günde bir 5-6 hep saçınızın rengi değişir. Bu neye göre veriyorsunuz? İmeci niye değişirsiniz tez? Saçma tez klasika koş. Bellidir de klasik okumuşsunuz. Buyurun. Sualınızı yüzde hazırlıyor. Bak kimin hazır sualı var buyurun. Sizin aklınızı kırdığınız hansı olur? Eyvallah. Aklınca kırdınız. Kömeği. Küs. Aygün Hanım, siz hiç yaraşmıyor. Alıpsa yalnızlanışır. Aklınca klibi bilmirsiniz. Deyirsən, badəni oxuyandan sonra belə badənə, badə, şərab. Dağılan çox klibi baş düşürür. Buyur. Siz fikirləşin, ama sizdən soruşacağım. Buyurun, sualınızı qalxın ayağa. Aygün Hanım, sizden ne için günde 20 için değişirsiniz? Mən sual vermişim. Gündə imicinizi niyə dəyişirsiniz? Gül istəyirəm də dünə. Ben böyle isteyeyim. Hadi güzel olmuş. Orada badiyelerde görün sual gelir. Xahiş edən buralar. Orada sualınızı verin, mən gələ bilmirəm bura. Bir sual. Nə soruşarsınız Aygün xanımla? Maşını qaytarırlar ya yox, yərin ürəyinizdən keçir. Maşınızın məsələsi nəylə mütəvardır? Haqqıysa nəylə mütəvardır? Qaytarırlar. Oraya, hamaya çalır. Kişiler ama sizin aklınızda yalanla buyur. Belki bir sual verirsiniz ki bizden ne istiyorsun? Değil mi? Tay beraberi yoktu. Var mı? Bir sual. Bak görürsünüz razılaşın da kişilerin de öyle bağlayıp ki sual yoktu. Buyurun. Kişiler klibinde ne bildirmesi istiyorsunuz? Belki manısında klip ne diyor? Kişiler manısıyla ne demek istiyorsunuz? Nasıl bakıyorsunuz kişilere? Değil oturmuşsunuz da çok. Yok, Aygün Hanım gene soru çok tutmayan. Çok anlık. Bilmiyorum bu kadar kulağında okuyanlar ne çok duyacak. Xahiş ederim qalxmaya bax. Hansı mahnını ifadə edəcəksiniz? Bax, belki aklınıcıma deyilsin mahnını okuyasam, ben çok severdim. Ben niye baxmıyorum? Okuyabilirsiniz. Bizim karşımızda. Sev okuyorsunuz. Yaş, Aygün Kazımova, sev. Buyurun.
Əlbəttə. Nə deyirəm ki, Allah eləsin. Ədalət müəllim, aralamaq istəmirsiniz? Xeyr. Sizə manəçiliyi yoxdur, yaxşı hərəkət ediyorsunuz. Ləzzət eləyirəm. Vüqarla siz bax belə olmaq lazımdır. Bax mənə ləzzət edir, doğrudandır, düzdür. Sizi vüqara bağlayan nədir? Mahnılarınız. Mahnı olmasa dostluqda vüqar müəllim necə? Yaxşı. Yaxşı. Xahiş edirəm suallarınızı hazırlayın uşaqlar, buyurun. Vüqar müəllim, siz niyə adınızı Vüqar qoymusunuz? O koyuyor ben. Belki vüqar oradan düşmüşsün neyse. Ha vüqar, Hüseyin adlı valideleri vüqar koyuyor. Müəllimimizin o koca kişi vardı. Ona görə daha adını Vüqar qoydu. Hazır cevaplarına göre bunları hemen buradan onda. Buyurun növbəti sual. Siz niyə ədalət edileceksiniz? Niçin klip çektirirsiniz bir yerden? Bayaq dedilər də. Dostsuz da. Ona görə bu sual məlumdur. Buyurun. Siz sual fikirləşin yerdən olar. Vüqar müəllim. Sımılaya bak. Elə bildin meyxana deyəcək, yavaş. Buyur. Vüqar müəllim, sizin maşınınız var. Ama biraz da senin maşının olacak. Sen ne sual böyle? Sözsüz ki var da yoksa? Var. Var. Sözsüz. Buradan kim sual vermek istiyor yerine? Buyurun hanım. Ədalət müəllim, siz Vüqarla gələcəkdə klip çəkdirmək istəyirsiniz. Belə fikrimiz var mənim. Sizde aparıcı krılov kimdi? Aparıcı. Siz ya bu yoksa siz beraber? İkimizdir. Olur. Ama neyse buyurun. Ən axırıncı klipimiz hansı? Yaxşı suallar hazırlayın. Axırıncı klipiniz hansıdır? Ayrız keçmə bizim ev. Kapı bağlı. Qapı Qapı bağlı. bağlı. Çok sağ olun. Növbəti sual buyurun hemen olun. Siz gələcəkdə klip Yenə klip. çəkdirəcəksiniz. Hansı klip? Hansı klipi çektireceksiniz? Hansı mahnı? Kapı var. Herhangi bir. Vüqar müəllim, sizin ümumiyyətlə şiir demək istedadınız var, şiir yazmaq. Bu saat nəsə bədahətən deyə bilərsiniz? Yox. Deyə bilərsiniz bir şey. Yazdıqlarınızdan bəlkə də Bilirsən olmaz. Deyə bilərsən. Hə. Mən bizlərim hocam. yaxşı. Buyur. Ədalət müəllim, siz onun üçün səhnəyə çıxırsınız ki, hamısı görsün. Buyur. Kız ağa, o nə sual? Buyur. Yox, biz dostuz. Çox böyle. Yox, mən suala belə başa düşdüm ki, siz şöhrət üçün gəlmişsiniz. Şöhrət üçün gəlmişəm bu dünyaya. Sizdə budur, yoxsa? Yox. Yox, sadəcə olaraq mahnılara olan məhəbbəti, öz mahnılarını yazır. Yoldaş qonaqlar, bəlkə bir sualınız var, uşaqlarınıza. Biraz da siz sual edin, onlar fərəhlənsinlər də. Sual gəlmir oradan. Bəs sağ kırılodan buradan suallar xanım, bəlkə bir sualını Müsahirə xanım. Bir jurnalist gibi, jurnalistlər bilirsiniz də imkan vermirlər. Mən belə jurnalist görmüşüm. Bir sual verir, xahiş edirəm. Burada otururlar, əziyyət çəkiblər. Bir dənə sual sizdən gəlsin. Yox, sualınız yoxdur. Matbut quruyub bir başa düşür. Sual vermişik, vermədik sual. Yaxşı deyirsən. Burada dincəl. Muzikal nə fazla. Yaxşı, mən istəyirəm sizi çox soru sual sorun. Çünki şairin sözü nədir? Şiirdir. Müğənninin sözü isə mahnıdır. Xahiş edirəm, baxın, hansı mahnı oxuyacağıq? Mən çox sevdiyim, mən bir nəvi ilhacıyam. Çox sevirəm. Almışlarıq, Vüqar və Ədalət. Hamınızı rəqs edərlər, söz deyərlər. Kapı bağlı, bağlanıp eşkin kapısı yüzümüze. Hey dolu resmet yağışı gözümüze. Çektiğimiz adı sen külekler. Esti kazan soldu açan çiçekler. Saadete yoktur inan zerrece. Hasret ile ömredirik sadece.
çok sağ olun. Çok razıyım. Alkışladık gururları. Geçin yerinize zəhmət olmasa. Növbəti qonağımız dəvət. Növbəti qonağımız kimdir? Bizim gözəl Mana anacıqlar. Gürcü qızı Mənənə. Mənənə. Gürcü qızı Mənənə. Mənənə. Hüseyin. Gəlmək qəsdi öyle bize namı olmuyor. Ha neyse. Manana, здравствуйте. Manana hanım. Почему к нам приехали? Там Moskva, я не знаю, Молдавия, например, Азербайджан, или gelen birisi post dökülür. Это вам не надо переводить. Нәтиже вы выбрали именно Азербайджан? А? Это хорошее место, потому что я Азербайджан. А? Это хорошее место. В каком смысле? Не знаю. Neyse. А как вы узнаете, будет поздно. У кого есть вопросы, Манана Hanım? Kimin suallar buyurun olsun, yavaş yavaş dilimizi bilir. Buyur. Niye siz öz mahnılarınızı Rus dilinde Çok güzel Azerbaycan dilinde okuyor. Niye siz çok mahnıları Rus dilinde okuyorsunuz? Çünkü ben Gürcüyüm diyene. Gürcü olduğuna göre başa düşürsünüz. Rus dilinde okuyor. Başa düştünüz, Gürcü olduğuna göre Rus dilinde okuyor. Buyurun. Manana Hanım, siz niye öz vətəninize gitmişsiniz? Ama ikinci vətəni bırak. Yapış uçmadı. Ben bu vətəndən xoşum gəlir diyene. Görürsen o kadar vətəni var ki bu vətəndən hoş gelir buraya. Buyurun Müqar müəllim. Bəlkə bir ədayədə baxıb çoşu gəlib bir meyxana deyəcək. Yox, hələ gəlməyib. Yoldadır. Buyurun. Siz niye Azerbaycan'da ancak klip çekirsiniz? Vallahi mən biləni cəmilən klip çəkdirirsən. Məni bir yavr eləmə. Bir dəqiqə Manana xanım. Başqa sualın yoxdur. Buyurun uşaqlar, kimin sualı var? Manana xanım gəlmişə. Tez bayır, dur, tez. Hə? Siz niye ancak mahnılarınızı Rusça, Azerbaycan'da Dedilər də. Yaxşı, Azərbaycanda Azərbaycan dilində oxuyur. Buyurun. Səhərdən otobüs bir yaxşı suallar fikirləşin. Buyurun. Siz vətəninizə klip çəkdirmişsiniz? Siz vətəninizə hansı vətənində? Birinci, ikinci, üçüncü hansında? Hansında? Gürcüstanda. Siz Gürcüstanda klip çəkdirmişsiniz? Hayır. Xeyr. Cəb eləmişsiniz. Yerləsi pozdur. Buyur. Sizin orada aytma işiniz var. Başı yaddan salmayın. Qayıtma fikriniz var birinci vətəninizə. Yok, ben Azerbaycan'da kaldım. Vəssalam, qanımız bir. Buyur. Sizin İngilizce neçə mahnınız var? Necə? Necə mahnınız var Manana xanım? 4'ten 6 olur. Mən eşitdim 7 dənə albomumuz var, gözünüz aydın. Buyurun olsun 777-ci olsun. Buyurun gözəl bala, balaca bala, sən nənə. Hər sağ ol. 4-cüsünü şagirdi özündə. Yanında qaldı, qalq ayağa. Nə sağlıq var? Axırıncı qəlbiniz hansıdır? Yol mahnısıdır. Bu görürsünüz, var mənə indi çatdı, yol klipi. Bunu yol tutarmayacaq, bala. Başa düşdünüz də, hələ yollar gedir. Buyur. Nami Qaraçuqlu ilə duet, bəlkə meyxana oxuyasınız, yox? Görürəm, burada artıq musiqinin səsi gəlir. Buyurun, sonuncu sual. Manna Hanım, siz başka adamlar, müğənnilərlə klip çəkdirmək istəyirsiniz? Bəli. Yəqin Güqən müəllim utandı, görürüm bayaqdan qızlara. Demək siz yəni şəxsən oyla klip çəkdirmək istəyirsinizmi? Baxarım. Vəssalam. Deməli, Manana xanım, bugün bizim üçün nə oxuyacaqsınız? Bu bir sekretdir, sürprizdir, yoxsa? Hansı mahnı? Yaxşı. Sözü veririk Manana xanıma, rəqs eləmək istəyənləri dəvət edirik. Buyurun. Murat. Duyunca bu aşk mıdır?
Çok sağ olun hanım. Vermişimiz sana çatır uşaqları. Uşaqlar deyirəm, hörmətli qonaqlar, əziz dostlar. Sağ olun gelen görüşlere de orada gitmek istemiyorlar. Sağ olun gelen görüşlere. Sağ olun gelen görüşlere. Tamam. Sonuncu el çekmeyen bir balaca bize filminde gelmiş olan Adalet Belli. Çok şadlık ki yine bizi siz sevindirip 101. mahnınızla bizi şad edeceksiniz. Ve Adalet'in sonuncu mahnısından sonra sizi Bayram Diskotekası'na davet edeceğim. Yani artık biz tanışmayacağız. 45 liraya hamınızı davet ederim. Xahiş ederim, turistlarınızı xahiş ederim. Geçin, tutarın yerinize. Adalet Belli'nin kasında bir de mahnı ve sonra diskotekamız devam ediyor.
Ανάβεις φωτιές, ανάβεις κι όλα τα κες. Και πίσω σ' αφήνεις πληγωμένες καρδιές. Aşka yürek gerek olmasana her defa yanıyorum ama gitmeliyim. Yaranı sarıp acına dindiremem. Bak bana ben acının ta kendisiyim. Kaç kere kırık hayallerin peşine düştüm ben. Kaç kere bile bile savaşa girdim ben. Korkma çok sürmez, aşk bu öldürmez. Kimseler doymaz, yine de al istersen çare olmaz. Aşka yürek gerek olmasa her defa yanıyorum ama gitmeliyim. Yaranı sarıp acına dindiremem. Bak bana ver acını ta kendisiyim. Aşka yürek gerek olmasa her defa yanıyorum ama gitmeliyim. Yaranı sarıp acına dindiremem. Bak bana ver acını ta kendisiyim. Kırık hayallerin peşine düştüm ben. Kaç kere bile bile savaşa girdim ben. Korkma çok sürmez, aşk bu öldürmez. Kimseler duymaz, yine de al istersen çare olmaz. Aşka yürek gerek olmasa her defa yanıyorum ama gitmeliyim. Yaranı sarıp acına dindiremem. Bak bana ver acını ta kendisiyim. Aşka yürek gerek olmasa her defa yanıyorum ama gitmeliyim. Yaranı sarıp acına dindiremem. Bak bana ver acını ta kendisiyim. Burası kalasın, aman gelirsin, sabidina. Polito impide me gaia vivia da cubana. Quiero darte patas, pálidas normas. Quiero darte patas, onus tusanas da dormiste. Anabis tunes, anabis viola tunes, anabis tunes, anabis viola tunes, pisos sorris, piromenes bebés. Aşka yürek gerek olmasa her defa yanıyorum ama gitmeliyim. Yaranı sarıp acına dindiremem. Bak bana ver acını ta kendisiyim. Çok sağ olun uşaqlar. Burada bir neçə müəllim əyləşir, siz müəllimlərinizlə gəlmişsiniz. Mən bir-iki kəlmə müəllimlərə demək istəyirəm. Bu cür danışmamızda, bu cür pərgər olmamızda, Salih xanım, İradə xanım, biz hamımız yalnız ilk müəllimlərimizə borcluyuz. Allah qərin əllərimiz etsin, Kübra xanım, ümumiyyətlə biz müəllimimiz çox görkəmli şəxsiyyətlərdə biridir. Biz ondan dərs almışıq. Çox sağ olsun ki, o bizi həmişə danlayıb və ona görə biz gəlib bu zirvəyə yaşamışıq. Müəllim haqqında bir neçə söz demək istəyirəm. Hara getsəm, mənim ilk müəllimim, əziz adım bir an düşməz dilimdən. Ana, vətən kəlməsini ilk dəfə yazdırmısan sən tutaraq əlimdən. Necə məktəb qutarsam da əgər mən, ilk müəllim yenə sənsin, yenisin. Mən hörmətlə çəkəcəyəm adını, yaşım ötsə, saçıma da düşsə də. Mən bu sözü burada oturan Validə xanıma aid edirəm. Şahnaz xanım, böyle müəllimələrimiz var burada. Şahnaz xanım eşitdiyi müəllimələrdir. Validə xanım, Şahnaz xanım var orada onlara. Və onların şəxsində burada olmayan bütün müəllimlərimizə, müəllim olmayıb həyatda müəllimlik edən, böyüklük edən, ağsaqqallıq edən insanlara aid edirəm. Xahiş edirəm, zəhmət olunsa buyurun bura. Ürək sözlərinizi deyərdiniz. Validə
az olan gözəl müəllimlərimizdən biri. Orada şanlı sandı. İkisi də mən. Buyurun, müəllim kim müəllim sordu, xahiş edirəm, tanımıramsa da. Buyurun, ürək sözləri tifadına, maşallah. Axşamınız xeyir olsun. Əziz valideynlər, iştəkli uşaqlarım, bugün burada yığışmamıza səbəb Üsalə xanımdır. Üsalə xanım Həftə İşi qəzetinin reklam şöbəsinin direktorudur. O, ancaq siz uşaqlar üçün çalışır, bütün günü sərf edib, dünən bir saat 3-də telefonla sizin adlarınızı bir-bir diktə edib mən yazmışam. Bir alqışladım Üsalə xanım. Bir Üsalə xanımı alqışlayaq. Bu da Üsalə xanımın əməyi çox böyükdür. O vaxt siz uşaqlar üçün belə bir şənliyi yaratdı. Siz deməyin ki, mən o qazeti reklam eləyirəm. Xeyr, mən istərdim ki, mənim kimi siz də hər şənbə günü o qazeti alasınız. O qazeti də bir rubrika var, zəkalı uşaqlar. Həmin o zəkalı uşaqlar rubrikasında, bax, bizim bugün bura yığışmamıza səbəb olan sualdır. Liderimiz kimdir və nə üçün? Gəlin, Üsalə xanımı alqışlayaq. Çox sağ olun. İndi siz burada o gözəl hədiyyələri alanda mənim ürəyim çırpınırdı. Bir anlığa mən özümü sizin yerinizdə hiss elədim. Həmin o hədiyyələri sizin üçün elə bir adam təşkil eləmişdi ki, görünür ki, o uşaqları həyatından da artıq istəyir. Biz suallara cavab verəndə o Üsalə xanımı deyir ki, fərq olmadan suala cavab yazan bütün uşaqları dəvət elə, mən onlara hədiyyə verəcəyəm, elə mi? Bax, gəlin, tanımadığınız, ancaq adını eşitdiyiniz Elit Ticarət Mərkəzinin prezidenti Əli bəyə birlikdə çox sağ olmayıq. Biz Əli bəyə can sağlığı, uzun ömür arzulayaq ki, o bizim üçün bir neçə dəfə də belə şənliklər təşkil eləsin, bu şənliklərə yetişək, hədiyyəsi olmaq şərəfinə. Çox sağ olun, müvəqqətiyyən arzulayıram sizə, dərslərinizdən əla oxuyasınız, Üsalə xanım da Əli bəyə, çox sağ olun. Validə xanım, bir dəqiqə gəlin çərçivədən qırağa çıxaq. Deyirsiniz, hədiyyə olmaz şərdir. Birdən hədiyyə olmaz. Ona da razıyıq. Bax, bu şənlik... Yəni, bunun özü hədiyyə deyilmi? Bu şənlik özü də hədiyyədir. Sizə də çox sağ olun, çatır. Çox sağ olun, çox sağ olun Validə xanım. Sözü növbət mənim özü təqdim edeyim. Şahnaz müəllimə, mən bu günləri bu yığışmağımızın demək əsas səbəbkarı Üsalə xanım olmaqla Validə müəllimə, o da bu işin iştirakçısıdır. Çox sağ ol deyirəm. Elit Ticarət Mərkəzinin prezidentinə Əli bəyə çox sağ ol deyirəm. Hədiyyələri təqdim edən İlqar bəyə çox sağ ol deyirəm. Burada biz gələndən zəhmət çəkən İradə xanıma səhv eləmirəmsə, uşaqları şənləndirən İradə xanım zəhmətini qeyd etmək istəyirəm və bütün işçilərə çox sağ ol deyirəm. Çox sağ olsunlar, bir daha çox sağ olsunlar. İradə xanıma xüsusi çox sağ olun odur ki, İradə xanım öz ilk müəlliməsini unutmadı. Demək, biz bu peşəni seçməkdə səhv etməmişik. Çox sağ olun İradə xanım. Uşaqlara da arzulu edirəm ki, siz də böyüyəndə baxın, İradə xanım yaşlı olsa da öz ilk müəlliməsini unutmayın. Müəllimlər yaddan çıxsalar da ilk müəllimi heç vaxt yaddan... Belə bir söz var, əlimdən tutdunuz büdrəyən zaman, üzümdən duydunuz hər niyyətimi, kim bilir? Bəlkə də ata-anadan daha çox çəkdiniz əziyyətimi. Bunu hər adam bilməlidir, o müəllimlərə aid. Çox sağ olun, burada iştirak edən valideynlər, hər bir uşaqlara da çox sağ olun deyirəm. Sağ olun, çox sağ olun. Çox sağ olun Şahnaz xanım, siz məni qabaqladınız. Mən bura valideynlərdən bir-iki nəfər xahiş etmək istəyirəm. Xahiş edirəm bir nəfər valideynlərdən nümayəndə. Həmçinin buradan öz ürək sözlərinizi deyərdiniz. Belə bir gün hər gün olmur. Mən bayaq sizi rəqsə dəvət edəndə də deyirdim, bu sizin bağlarınız üçündür. Mən şəxsən bunu həvəslə edirəm. Buyurun yoldaş valideynlər, xahiş edirəm ürək sözünüzü. Çox gözlətməyin, ləngitməyək.
O stol arxasında xahiş edirəm bu, mən yoldaşlarımla. Bəli. Mən sizi bura dəvət edirəm sizi bura. Ben çalsınlar. Alışlayın. Xahiş edirəm bir özünüzü təqdim edin və öz ürək sözlərinizi bildirin. Kimin valideyiniz? 101 sayılı orta məktəbin fiziki tərbiyə müəllimi Məmməd Özkan. Məmməd Özkan'ın qaldı. Doğrudan da bugünkü şənlik uşaqların həyatında bir iz qoyacaq. Onlar həmişə bu şənliyi xatırlayacaq. Bu şənlikdə əsir çəkən bütün insanlara başda Əlibər, İlbər Olmalar, Qadıqamız, Təşəkkür Seçmişdir. Çox sağ olun. Doğrudan da uşaqlar üçün böyük bir hədiyyə. Nəinki uşaqlar üçün, hətta valideynlər üçün. Sizə və rəhbərliyə təşəkkürümüzü bildiririk. Uzun ömür can sağlığı. Çox sağ olun. Çok sağ olun. Burada valideynlerin hanımlarına kimse de söz yok. Buyurun hanım. Ben bile siz bayağı bize burada adaletin rolünü oynayan, imitasiya edən gözəl Gül balamızın o uşağı mən vuruldu, mənim qaldı. Ay sağ ol, onun valideynisiz. Çok şadım. Çok aktif fəal düşdü. Buyurun. Çok sağ olun. Eyvallah sizden başlayalım. Sağ olun. Ben biləm böyük uşaqlar heç bir gün yatmasın. Mənim üçün üstündə bu nədir? Nəyi ki, mən heç bəyatlarında yaxşı olanlar da çox xəyirlərimiz olar. Çox sağ olun. Bir də digərimiz Sarı xanıma, Əli müəllimə, burada iştirak edənlərin hamısına təşəkkür ediyoruz. Hamısının əziyyəti olur. Unutulmaz bir görüş. Bundan başqa uşaqlara bəlkə yeməklər, bəlkə bu hədiyyələr bildirəm. Uşaqlarla gələn ya da belə bir olmamış. Əsas da siz çox sağ olun. Uşaqlara çox xəyirlərdiniz. Bir də Sarı xanım, Əli müəllimə təşəkkür ediyoruz. Çox sağ olun. Çok sağ olun. Yine deyirəm, bayağı xanım çox gözəl qeyd elədi. Bu yeməkdir, içməkdir, bunlar hamısı deyir, biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik. Bunlar hamısı simvolikdir. Sizin şənlənməyiniz nə edirsən deyir. Və bir daha demək istəyirəm, bu uşaqlara baxanda biz arxain ola bilərik ki, arxain olmaq istəyirik ki, gələcəyimiz belə uşaqların, savadlı, bilikli uşaqların əlindədir. Yenə deyirəm, biliyə yiyələnin, biliksiz siz heç nəsiz. Ancaq biliklə nəyəsə nail ola bilərsiniz. Yenə deyirəm, başda Əli bəy olmaqla Vüsalə xanım Əli bəyə, şəxsən sizinlə tanışdığıma çox şadam. Vüsalə xanıma, öz kollektivimiz adından Əli bəyə, Vüsalə xanıma öz təşəkkürümü bildirirəm. Validə xanım, Şahnaz xanım, burada iştirak edən bütün uşaqlara verilişimizin belə gözəl, görüşümüzün gözəl alınmağa bir mənlik ola bilməz. Bu sizdən gələn bu gözəl, bu necə deyirlər, o atmosfera, o şərait, o aura, bu İki tərəfli olmalıdır. Sizə də öz təşəkkürümü bildirirəm, dilim artıq topu vurur. Hörmətli valideynlər, qonaqlar, yenə deyirəm, ən pis günümüz qoy belə olsun. Zaman sevinç donun, sevinç libasın, sizin üstünüzə biçsin bax beləcə. Bu fani dünyada əziz qonaqlar, qoy ən pis günümüz keçsin beləcə. Sizinlə vidalaşıram. Bingo Bongo Uşaq Əyləncə Mərkəzini unutmayın. Bizim rəhbərimiz, bizim böyüyümüz, prezidentimiz Nərinə xanım başda olmaqla bugün sizin üçün əziyyət çəkən dinçiyimiz Fuad. Xahiş edirəm, alqışlamalar əziyyət çəkir. Gözəl işıq effektlərdə sizin üçün təşkil edən Fazilə xahiş edirəm alqışlar. Sağ olun, gələn görüşlərə dək. Bizi unutmayın. Görüşmək eşqiyle sizdən ayrılır. Sağ olun, sağ olun. Bir yerde şəkil.